Kişi qadından üstündür deyir bir kişi. Qadın özünü qadın kimi aparmır deyir başqa bir kişi. Amma heç kim demir qadın niyə seçib belə olmağı. Heç kim soruşmur niyə səssizcə dəyişdi qadın. İçindəki incəliyi büküb gücə büründü qadın. Heç kim düşünmür onu necə yordular, necə inandırdılar ki, zəriflik zəiflikdir. Əslində o əvvəl güvəndi, amma hər dəfə duyğuları lağa qoyulanda susmağı öyrəndi. Ona sevgi verilmədən fədakarlıq gözlənildi. Hörmət göstərilmədən itaət tələb edildi. Oxumaq, öyrənmək, heç kimdən asılı qalmadan yaşamaq istədi. Öz başına dedilər. İndi də onda səhv axtarırlar. Sanki bu rolu özü istəyərək seçib. Əslində qadın kişi ilə yarışmaq istəmədi. Dinlənilmək, görünmək, anlaşılmaq istədi. Amma kişi eşitmədi, görmədi, anlamadı. Bir gün qadın mən niyə belə oldum sualını verəcək və o gün cavabı tapanda artıq heç kimə izah etməyə ehtiyac qalmayacaq.